Şok xəbər, təqaüdçülər, qaz pulu 2 qat bahalaşır, limitlər ləğv olunur. Bu qış evləriniz necə isinəcək, nəvələrinizi necə istəyəcəksiniz əzizlərim? Xahiş edirəm sona qədər dinləyin, çünki bu hər birinizin həyatına birbaşa təsir edəcək bir məsələdir. Hörmətli ağsaqqallarımız, ağbilsəklərimiz, bu vətənin yükünü çəkən, qurub yaradan nənə və babalarımız. Bugün mən sizin hüquqlarınızı müdafiə edən bir vəkil kimi ürəyim ağrıya-ağrıya sizinlə danışmaq istəyirəm. Qulaqlarda gəzən, lakin hələ rəsmi təsdiqini tapmayan, amma çox yaxın zamanda başımıza gələcək bir xəbər var ki, bu da qaz bahalaşır, limitlər ləğv olunur xəbəridir. Deyirlər ki, Tarif Şurasının qapalı qapıları arxasında əhalinin qaz istehlakı limitlərinə tamamilə yenidən baxılması fəal şəkildə müzakirə olunur. Və əgər əvvəllər qənaət edib, müəyyən miqdarda qaz üçün daha aşağı, güzəştli qiymət ödəyirdinizsə, İndi yeni nomer 88 nömrəli qərar layihəsinə əsasən hər kubmetr qaz üçün ayın ilk günündən etibarən 24 qəpik ödəməli olacaqsınız. Düşünürsünüzmü ki, sizin cəmi 300 manatlıq təqaüdünüz bu soyuq qışda evinizi isitməyə yetəcəkmi? Nəvələriniz soyuqda qalarkən siz sakit yata biləcəksinizmi? Bütün ömrünüzü bu vətənə, bu xalqa xidmətə sərf etdiniz. 30, 40, bəzən 50 il əmək stajı ilə fəxr edirdiniz. Ən ağır sənayelərdə, ən çətin şəraitdə zəhmət çəkdiniz, tikdiniz, qurdunuz, nəslinizi böyütdünüz. Bəs indi sizin 300 manat təqaüdünüzlə nə gözləyirlər? Kömür odunla qış keçirən babalar, nənələr, xatırlayırsınızmı o günləri, o çətinlikləri? İndi də mi o günlər qayıdır 100 il sonra? Əzizlərim, lütfən yazın rəylərdə. Neçə il işləmisiniz, neçə manat təqaüd alırsınız və bu qaz bahalaşması sizin necə təsir edəcək? Bu suala cavabınız hər biriniz üçün həm bir ağrı, həm də bir həqiqətdir. Mənim də sizin kimi ürəyim parçalanır bu xəbər eşidəndə. Mən anlayıram ki, əksəriyyətiniz həm özünüzə, həm də bəzən evdəki cavanlara belə dəstək olmaq üçün canınızı qoyursunuz. Ailənin ağsaqqalı, ağbilçəyi olaraq sizin sözünüz kəsilməzdir. Sizin məsləhətləriniz hər şeydən qiymətlidir. Amma indi görürəm ki, sizin bu qiymətli həyat təcrübəniz, bu uzun illər əməyiniz hörmətsizliklə qarşılaşır. Bəs nə etməli? Necə yaşamalı? Əvvəlcə xahiş edirəm bu kanala abunə olun ki, belə vacib məlumatları qaçırmayasınız, hüquqi məsləhətlərdən yararlanasınız və birlikdə güclü ola bilək. Yadımızdadırmı? Cəmi bir neçə il əvvəl necə idi? Qaz limitləri var idi, bəli. Amma ən azından müəyyən bir miqdarda qazı daha sərfəli qiymətə ala bilirdik. Bu xüsusilə də rayonlarda, kəndlərdə yaşayan nənə və babalarımız üçün çox vacib idi. Onlar evlərini təkcə özləri üçün deyil, Bakıda, Rusiyada, Türkiyədə zəhmət çəkən övladlarının yayda gəlib dincəlməsi üçün, nəvələrinin təmiz kənd havasında böyüməsi üçün isti və rahat saxlayırdılar. Bilirdiniz ki, bu güzəştli limit sayəsində qışda evin içində rahatca gəzmək, nəvələri soyuqda yemədən qorumaq mümkün idi. Hətta qonaq qara gələndə də ürək rahatlığı ilə istilik asıla bilirdi. O zaman DSMF tərəfindən verilən təqaüdlər də bəlkə az idi, amma qaz pulu indiki kimi adamın boğazını sıxmırdı. İcra hakimiyyəti, bələdiyyə orqanları ilə müəyyən problemlər olsa da, ən azından evdəki istilik məsələsi belə kəskin deyildi. Bəs indi nə baş verir? Görünən odur ki, köhnə qaydaları unutturmaq istəyirlər. İndi yeni bir reallıqla üz-üzə qoyuluruq və bu reallıq çox acıdır. Məsələn, tutaq ki, bizim Füzulidən olan 75 yaşlı nənə Sona. Bütün ömrünü kolxozda çalışıb, 50 ildən çox əmək stajı var. 2 övladı var, biri Rusiyada, digəri Bakıda işləyir. Nənə Sona öz pensiyası ilə dolanır, bir qədər də övladları göndərir. Evində dəmir soba da var, amma illərdir qazla isinir. Qışda nəvələri gəlir, evdə biraz canlanma olur. Nənənin 320 manat təqaüdü var. Evini normal temperaturda saxlamaq üçün ən azı 300 kubmetr qaz işlədir. Bu köhnə limitlərdə onun cibinə o qədər də ziyan vurmurdu. Amma yeni qərarla 300 kubmetr qaz üçün indi 72 manat ödəməli olacaq. Bu, onun təqaüdünün demək olar ki, 1/4-idir. Bəs yeyib içmək, dərman, digər kommunal xərclər. Nənə Sona deyir ki, axı mən illər boyu işləmişəm, dövlətə xidmət etmişəm. İndi məni evdə soyuqda qoymaq istəyirlər. Məgər bu ədalətlidirmi? Onun bu sualı minlərlə digər nənə babamızın qəlbinin fəryadıdır. Əzizlərim, gəlin düşünək. Bütün həyatını əmək sərf etmiş, bu cəmiyyətin təməlini qoymuş insanlara qarşı bu münasibət nə dərəcədə doğrudur? Onlar sadəcə təqaüdçü deyil, onlar bizim keçmişimiz, bu günümüzün memarları və gələcəyimizin bünövrəsidir.
Hər bir ağsaqqalımız, hər bir ağbirçəyimiz bir tarix kitabıdır, bir bilik xəzinəsidir. Onlar bizə ailənin, qohum-əqrəbanın dəyərini, çətinliklər qarşısında bir olmağın vacibliyini öyrədiblər. İndi isə onlar özləri çətinliklə üz-üzədir. Bu təkcə qaz pulu məsələsi deyil. Bu, yaşlı insanlara qarşı hörmətsizliyin, biganəliyin göstəricisidir. Onların əməyi necə dəyərsizləşdirilir, necə kiçildilir. Siz neçə düşü soyuqda, qazan altında odun yandıraraq keçirdiniz. Nəvələriniz üçün isti su tapmaq nə qədər çətin idi? O günlər qayıdır, yoxsa bu bizə bir xəbərdarlıqdır? Bəs kimlər risk altındadır? Praktiki olaraq bütün təqaüdçülərimiz, xüsusilə də rayon və kənd yerlərində yaşayanlar. Çünki onların evləri adətən daha böyükdür və istiliyə daha çox ehtiyac duyur. Yaşayış sahəsinin böyüklüyü, evin materialı, pəncərələrin köhnəliyi, bütün bunlar qaz sərfiyyatına birbaşa təsir edir. Bakı və digər böyük şəhərlərdə yaşayan, mənzillərdə qalan təqaüdçülərimiz də risk altındadır. Lakin onların xərcləri nisbətən aşağı ola bilər. Mənzil istiliyi üçün ümumi sistemlər bəzən daha qənaətçil olur. Lakin bu da o demək deyil ki, onlar rahat nəfəs ala bilərlər. Bəs hansı kateqoriyalara yüksəlmə düşür? Rəsmi olaraq minimum təqaüddə artımlar olacağı deyilsə də, bu heç bir halda qazın bahalaşmasının qarşısını almayacaq. Məsələn, Bakıda yaşayan cəmi 350 manat təqaüd alan 68 yaşlı müəllimə, keçmiş mədəniyyət işçisi Baba Məcid. O illər boyu gənclərə bilik verib, onları maarifləndirib. İndi o təkcə özünün deyil, həm də xəstə yoldaşının qayğısına qalır. Onların evi hər nə qədər kiçik olsa da, qışda daima isti olmalıdır. Çünki yoldaşı revmatizmdən əziyyət çəkir. Baba Məcid hər ay 60-70 manat dərmana verir. İndi isə buna qaz pulu da əlavə olunacaq. O nə qədər qənaət etsə də, aylıq qaz xərci 30 manatdan az olmayacaq. Yeni qiymətlərlə bu 45 manat və daha çox olacaq. Bu o deməkdir ki, onun cibindən əlavə 15-20 manat pul çıxacaq. Bu kiçik bir rəqəm deyil, çünki bu, bəlkə də bir aylıq çörək puludur, bəlkə də yoldaşının bir dərmanıdır. Belə təqaüdçülərimiz üçün hər qəpik dəyərlidir. Yaxud Abşeron rayonunda kənddə yaşayan 70 yaşlı nənə Gülsüm. O, illər boyu kənd təsərrüfatında çalışıb, ailəsini zəhmətlə dolandırıb. 4 nəvəsi var. İkisi Bakıda oxuyur, digər ikisi kənddə onunla yaşayır. Nənə Gülsümün cəmi 310 manat təqaüdü var. Qazla qızdırılan 2 otaqlı kiçik bir ev var. Qışda nəvələri üçün evdə daima isti olmalıdır. O, ayda ən azı 400 kubmetr qaz sərf edir. Köhnə limitlərdə bu ona təxminən 50 manata başa gəlirdi. Amma yeni qərarla 400 kubmetr qazın qiyməti 96 manatdır. Nənənin təqaüdünün demək olar ki, 1/3 hissəsi. O deyir ki, mən ömrüm boyu öz torpağımı əkib becərmişəm, dövlətə məhsul vermişəm. İndi mənim nəvələrim soyuqda qalmalıdırmı? Mən onlara nə deyim? Uşaqlar, qaz pulu bahalaşıb, evdə soyuqdur, yorğan altında oturun. Bu, dözülməz bir vəziyyətdir. Onun kimi minlərlə yaşlılarımız bu çətinliklərlə üz-üzədir. Hər bir ailədə, hər bir evdə bu ağrı var. Övladlar ölkə daxilində və ya xaricdə, Rusiyada, Türkiyədə işləyərkən, kənddəki nənə və babalar tək başına bu problemlərlə mübarizə aparmağa məcburdurlar. Onlar övladlarına yük olmaq istəmirlər, amma reallıq budur ki, övladlar gələn yardımı da qaz puluna verməli olacaqlar. Əziz izləyicilər, sizin şəxsi fikriniz nədir? Siz bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Lütfən rəylərdə yazın, hər birinizin səsi eşidirməlidir. Sizin təklifləriniz, sizin narazılığınız vacibdir. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Birincisi, məlumatlı olun. Bu kanal vasitəsilə biz sizə ən son hüquqi dəyişikliklər barədə məlumat verəcəyik. Qərar rəsmi olaraq qüvvəyə mindikdən sonra onun hər bir bəndini diqqətlə araşdıracağıq. İkincisi, qənaət edin. Amma öz sağlamlığınızı təhlükəyə atmayın. Evlərinizin istilik sistemlərini yoxlayın. Pəncərələrinizin və qapılarınızın hermetikliyini təmin edin. İmkan daxilində izolyasiya işləri görün. Mətbəxdə yemək pişirərkən yaranan istilikdən maksimum yararlanın. Bəlkə də evdə hər otağı deyil, yalnız ən çox istifadə etdiyiniz bir və ya 2 otağı isitməyə cəhd edin. Amma xəstə insanlar üçün bu çox çətindir. Üçüncüsü, DSMF-ə müraciət edin. Bəli, qaz qiymətləri birbaşa onların səlahiyyətində olmasa da, onlar təqaüdlərin hesablanması və sosial müavinətlərin verilməsi ilə məşğuldurlar. Sizin təqaüdünüzün artırılması üçün qanuni əsaslar ola bilər. Məsələn, əgər sizin xüsusi əməyi olan bir kateqoriyaya düşməyinizə baxmayaraq təqaüdünüz aşağıdırsa, yaxud əgər siz hər hansı bir xəstəlikdən əziyyət çəkirsinizsə və sosial müavinət almaq hüququnuz varsa, bunun üçün DSMF-ə müraciət edin. Mənə inanın, çox vaxt insanlar öz hüquqlarını bilmədiyi üçün lazımi kömək ala bilmirlər. Dördüncüsü, icra hakimiyyəti və bələdiyyə orqanlarına müraciətlər yazın.
Bəli, bilirik ki, bu bəzən uzun və yorucu bir proses ola bilər. Amma səsinizi eşitdirməyə çalışın. Probleminizi, maliyyə çətinliyinizi ətraflı şəkildə izah edin. Onlardan sosial yardım proqramlarının genişləndirilməsini, yaşlılar üçün əlavə dəstək tədbirlərinin görülməsini tələb edin. Bəzən yerli icra orqanları müəyyən hallarda ehtiyaclı ailələrə yardım edə bilirlər. 5-incisi, övladlarınızla və qohum-əqrəbanızla danışın. Bəli, bilirəm, heç kim övladlarına yük olmaq istəmir. Amma unutmayın ki, ailə bir-birinə dəstək olmaq üçündür. Qohumlar arasında da bu məsələləri müzakirə edin. Bəlkə də bir neçə ailə bir araya gəlib, bir-birinə kömək edə bilər. Unutmayın ki, bizim gücümüz birliyimizdədir. 6-cısı, birlikdə hərəkət edin. Bir neçə təqaüdçü birləşib, eyni məsələ ilə bağlı kollektiv müraciətlər yazsa, onun təsiri daha güclü olar. Fərdi müraciətlər bəzən kağız yığını arasında itib batır, lakin kollektiv müraciətə daha ciddi yanaşılır. 7-ci və ən vacibi, ümidinizi itirməyin. Mən sizin deyəm. Mən sizin hüquqlarınızı müdafiə etməyə hazıram. Mən anlayıram ki, bu asan deyil. Amma biz birlikdə bu çətinlikləri aşmalıyıq. Beləliklə, əzizlərim, bu qış sizin 300 manat təqaüdünüzlə nəvələrinizin evini isitmək üçün hazır olacaqsınızmı? Yoxsa yenidən köhnə, çətin günlərə qayıdacağıq? Bu qərarın arxasında duranlar bizim ağsaqqallarımızın, ağbirçəklərimizin soyuqda qalacağını düşünürlərmi? Cavabınızı rəylərdə gözləyirəm. Hər birinizin səsi eşidilməlidir.